Tolik gücünü hardan alırmış? Oo, birbaşa generallar mənə nə yazdı? Oo, bu bayında atdı. Elə belə adam deyil də, yəni elə belə. O Heydərin zaten şey nələr atdılar. Deməli qabil öyrəndim ki, balaca Heydərin ən çox xoşladığı daşşaqlarına, yəni cinsi orqanına masaj elətdirməkdir. Xüsusilə o daşşağınla götünün arasına, balaca Heydərin o daşşağınla o götünün arasına o belə damar kimi gedir də belə. Oranı masaj elətdirməkdir. Balaca Heydər masturbasiya elə əlləməyi, masaj eləməyi xoşlayırdı. Bunu da ən çox, ən gözəl bacaran Tolikdir. Tolik gündə 40 dəqiqə, yarım saat 40 dəqiqə gedib hər gecə balaca Heydərin cinsi orqanını və xüsusilə o götünə qədər gedən yeri masaj eləyirmiş, götünün qırağını zadı. İndi də ağzınla eləyir, əlinlə eləyir deyənmərəm. Şəxsən yazıblar ki, burada Qabil bəy, mən bilirsiniz elə belə adam deyiləm. Bu günləri mən prezidentin keçmiş mühafizəçisi, hansı ki işdən çıxıbdı, mühafizəçisindən şəxsi, yəni yaxın qoruma ilə bu gün mən bir yerdə olmuşam. O mənə dedi ki, bəs Tolik ona görə birbaşa Əliyev ailəsinin göz bütün üzvlərindən şəkili var. Xüsusilə Leyla, Mehriban, Arzu. Ona görə dedi Tolikin baltasının qabağı da dalı da kəsir. Sonra da böyük məmurlara, nazirlərə, İlham Əliyevə qədər yetkinlik yaşına çatmayan uşaqları daşıyır, qızlar daşıyır Tolik, oğlanlar daşıyır. Xüsusilə də Vilayət Eyvazovla yatağa girir. Və ona görə Tolik həbs edilmir, çox güman ki də edilməyəcək. Edilməyəcək. Edilsə də nə təri? Güya ki 15 sutka həbs elədilər. Soğacaqlar sarayda, Vilayət hər gecə gələcək, arvadı əvəzinə Tolik onu qarşılayacaq, mən Tolik sığallıya. Ona vəssalam, aydın məsələdir.